Qidalanma təkcə xərçəng xəstəliyinin deyil, digər xəstəliklərin də profilaktikası üçün önəmli bir faktordur. Sağlam qidalanma. Yəqin ki, bu sözü tez-tez eşidirsiniz. Ancaq sağlam qidalanmaq çox önəmlidir. Həm də süd vəzi xərçənginin profilaktikası üçün çox önəmlidir. Çalışın işlənmiş qidalardan uzaq durun. İşlənmiş qidalar dedikdə kalbasa, sosiska, hisə verilmiş qidaları nəzərdə tuturam. Çünki onların tərkibinə kanserogen maddələr həm qatılır, həm də hisə verilərkən südünün tərkibində müəyyən olan kanserogenlər, onlar həmin ət məhsullarının üzərinə çökür və bunu biz qida vasitəsilə qəbul edərək xərçəng olma riskimizi artırmış oluruq. Bundan əlavə olaraq şəkəri də xüsusilə qeyd etmək istərdim. Çünki şəkər insanda asıllıq yaradır. Həm şəkər xəstəliyinin yaranmasında, artıq çəkinin yaranmasında, həm də xərçəng xəstəliyinin bir çox növlərinin yaranmasında müəyyən rolu oynayır. Qidanın tərkibində olan duzun da artıq miqdarda olmağı orqanizm üçün çox ziyanlıdır. Bu həm ürək-damar sistemi xəstəliklərində, həm də digər mədə-bağırsaq sistemi xəstəliklərində ciddi narahatlıqlar yarada bilər. Unu da xüsusilə qeyd etmək istərdim. Un da artıq miqdarda qəbul edilməsi artıq çəkiyə səbəb olur və bildiyiniz kimi də artıq çəkinin olması xərçəng olma ehtimalını da yüksəldir. Məsləhət olaraq onu qeyd etmək istərdim ki, birinci növbədə, yəni qida rasionunuzun ən üst pilləsində tərəvəzlər durmalıdır. Tərəvəzlərdən sonra meyvəni, sonra isə ət məhsullarını, təbii ki, ət məhsullarının içərisində təbii şəraitdə qidalanan və böyüyən heyvani qidaları nəzərdə tuturam. Gündəlik qida rasionunuzu qəbul edərkən həmin qabın ən azı 50%-ni tərəvəz təşkil etməlidir. Təxminən 40%-ni zulal, qalan hissəsini isə karbohidratlar təşkil etməlidir. Əziz izləyicilər, təbii ki, sağlam qidalanmaq bizə həm də sağlam orqanizm bəxş edir. Ona görə də qidalanmağımıza diqqət edək və hər zaman sağlam və mənşəyinə əmin olduğumuz qidalara üstünlük verməyi sizə məsləhət görürəm.